Qədim zamanlarda bir şah yaşayırdı. Onun yaxın bir dostu var idi. Həmin dostunun bir xasiyyəti var idi. Hər nə olursa olsun, hər zaman belə olması yaxşıdır deyərdi. Günlərin birində şah ova çıxır və tüfəngləri dostu doldurur. Tüfənglərin birində yaranmış nasızlıq ucbatından atəş zamanı şahın baş barmağı kəsilir. Bunu görən dostu hər zaman olduğu kimi belə olması yaxşıdır deyir. Bu sözləri eşidən şah qəzəblənir. Bunun harası yaxşıdır və dostunu zindana atır. Bir dəfə şah ova tək çıxır. Ov zamanı onu adam yeyənlər tutur və öz kəndlərinə gətirirlər. Şahı ağaca bağlayıb ətrafına odun səpirlər. Odunu yandırmaq üçün yaxınlaşanda şahın baş barmağının olmadığını görüb onu açırlar. Çünki onların inanclarına görə bədənində çatışmazlıq olan insanın əti murdar sayılır. Şah sevincək öz sarayına qayıdır. Yadına dostu və dediyi sözlər düşür. Tez zindana gedərək dostunu tapır. Ona başına gələn hadisəni danışaraq dostunu türməyə atdığından utandığını və üzr istədiyini bildirir. Sən o zaman demişdin ki, belə olması daha yaxşıdır. Ancaq mən səni zindana bastım. Dostu, belə olması daha yaxşıdır. Şah, nəyə yaxşıdır? Sən bu zindanda çürüyürsən. Bu heç yaxşı ola bilər? Dostu, şah sağ olsun. Əgər siz məni o zaman zindana atmasaydınız, bugün sizin yerinizə məni yeyəcəkdilər. Odur ki,